Salam, bugün sizə bu labı necə həll eləmək olar onu göstərəcəm. Labda dediyinə görə feedback hissəsində bir OS sistem boşluğu var və biz who am I komandını çalışdırmalıyıq. Hansı ki biz bunu DNS sorğusunda görəcəyik. Digər labdan xatırladığınıza görə də biz DNS sorğuları göndərə bilirdik öz collaboratorumuza. Yəni digər labdan da çox da fərqli deyil. Sadəcə bu labda exploit eləyəcəm. Labımızın linkini yapışdıraq. Feedback hissəsinə gəlirəm. Və belə. İndi bu request'i incələyəcək. Send to repeater. 200 OK. İlk öncə biz bir DNS sorğusu göndərməliyik. Hansı ki NSLOOKUP-la eləyirdik. NSLOOKUP collaboratorımızı açaq. Copy to clipboard eləyək. Sonra isə bunu NSLOOKUP-dan yanına yazıq. Və əgər bunu oxuyursa da digər hissələri oxumasın deyə hashtagimizi qoyuruq. Və belə. CTRL-U bunu send edirik. 200 OK. Cool nov edirik. Gördüyünüz kimi bizim requestlərimiz bura düşdü. Və bizdən dediyinə görə də bu DNS sorğusunun içində biz who am I komandını işlətməliyik. Onun üçün isə gəlirik bura. URL-imizin bu hissəsinə gəlirik. Bura isə yazırıq who am I və nöqtə. Deyəsən nöqtə burada şey olmalıdır. Encode, CTRL-U. Yox. Olmamalıymış. Nəysə. Who am I nöqtə bizim collaborator linkimiz. Bunu send edirəm. OK verdim. Cool nov edirəm. Və gördüyünüz kimi bizə belə bir sorğu gəldi. Bu sorğuya diqqət eləsək. Burada DNS query hissəsi var. Burada o qədər bir şey yoxdur. Digərinə baxaq. Bu niyə burada heç nə yoxdur? Bir dəqiqə. Hə, who am I hissəsini dırnaq içində verməliyik. Deməli gəlirik bura. Burada who am I tapırıq. Burada bu dırnaq işarəsi klaviaturada yoxdur. Bunu buradan kopyalayarız. Mənim içində yoxdur. Gəlirik bura. Bunu yapışdırırıq bura. Və digər tərəfinə də yapışdırırıq. Bunu edəndən sonra isə bunu bir encode edin. CTRL-U. Və belə. İndi send eləyək. İndi collaboratorumuza baxaq. 2 təzə request gəldi. Və fikir versəz, burada who am I komandını çalışsa bizə Peter və Peterin şifrəsini verdi. Və bu qədər.